Salam və vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün İSFO MMC-nin təsisçisi Samir bəylə bir qısa müsahibəmiz olacaq. Samir bəy, hər vaxtınız xeyir olsun. İlk öncə bizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Hər vaxtınız xeyir, çox sağ olun. Bizim kanalımızda bəzi fermerlərin subsidiya ilə bağlı bir çox suallar yazırlar bizə. Suallardan biri budur ki, məsəl üçün yerli tingçilik təsərrüfatından alınmış, lakin sertifikatı olmayan tinglərlə salınan bağa bir dəfəlik subsidiya verilirmi? Yəni, sertifikatı olmayan. Deməli, bu sualı iki formada cavablandıraq. Birincisi, istər yerli olsun, istər xarici olsun. Sertifikatı olmayan tingə subsidiya verilmir. Yerli yetişdirilən tinglərin də ting yetişdirən şirkət tərəfindən və yaxud da şəxs tərəfindən Aqrar Xidmətlər Agentliyinə müraciət edərək onlardan sertifikat ala bilər. Həmin sertifikatları da bağ əkən şəxslərə təqdim edə bilər. Yəni, sertifikatı təqdim etdiyi halda yerli tingin də subsidiyası alınır. Sertifikat olmadığı halda xaricdən gələn tingə də subsidiya verilmir. İkinci sualımız isə subsidiya, yəni bir dəfəlik subsidiya proqramı hansı tarixə qədər qüvvədədir? Deməli, bir dəfəlik subsidiya proqramı bəzi məhsullar üçün alma, şaftalı, nektarin, ərik məhsulları üçün 2026-nın iyunun 1-nə kimi qüvvədədir. Digər subsidiya verilən, bir dəfəlik subsidiya verilən məhsullar mayın 31-nə kimi 2025-2026-cı ildə əkilən bağlara subsidiyalar ayrılır. Mayın 31-dən sonra bağların əkini dayandırılır. Bir də başlanılır sentyabrın 1-dən sonra. Digər bir izləyicimizin sualı isə bağ bütün standartlara uyğun salındığı və bütün sənədlər qaydasında olduğu halda subsidiyanın ödənilməsi nə qədər vaxt aparır? Deməli, subsidiyanın ödənilməsi üçün ilk növbədə bağı salıb qurtardıqdan sonra daim təşkilatına bəyan etmək lazımdır. Yəni, ECDIS-də bunu bəyan etmək lazımdır. Bildiyiniz kimi, Azərbaycanda da son bəyan tarixi mayın 31-i bitir. Ona görə bəyanlar bitdikdən sonra ilk öncə daimlərdən olan nümayəndələr yoxlamalar aparırlar. Bağlarda hər şeyin qaydasında olub-olmadığını yoxlayırlar. Ondan sonra AKİA tərəfindən bağlarda bir dəfəlik subsidiya veriləcək sahələrə yoxlanışlar aparırlar və aktlar tərtib olunur. Bu proses də hardasa 4-5 ay çəkir. Təxminən 4-5 ay, maksimum 6 aya subsidiyalar ödənilir. Yəni, ayrı-ayrı yerlərdə yerləşərsə, amma bir nəfərin adınadırsa, yəni subsidiya almaq mümkündürmü? Subsidiya haqqında qanunda yazılıb ki, bir torpaq sahəsindən və yaxud da bir neçə parseldən, sahədən ibarət, amma birləşmiş, vahid ərazidə salınmış torpaqlar nəzərdə tutulur. Yəni, burada, məsələn, alma, nar və yaxud da qoz, badam, belə bitkilər üçün minimum əkin sahələri təyin olunub. Həmin əkin sahəsi əyərləri 1,2 hektar da ola bilər, 0,6 hektar da ola bilər, bir neçə ədəd çıxarışdan ibarət, parseldən ibarət sahəni vahid bir ərazidə yerləşirsə, subsidiya verilir. Yox, bu ərazilər biri kəndin bir tərəfində, digəri o biri başında olarsa və yaxud da ayrı-ayrı kəndlərdə olarsa, vahid suvarma sistemi ilə suvarılmırsa, onlara subsidiya verilmir. Bir də növbəti son sualımız isə ümumən subsidiya almaq üçün hansı sənədlər tələb olunur və bu sənədləri hansı qurumlardan əldə etmək lazımdır? Deməli, subsidiyanın alınması üçün ilk növbədə torpağın çıxarışı olmalıdır və yaxud da torpağın sahibi ilə bağlanmış müqavilə, notariusla təsdiq olunmuş müqavilə lazımdır. İkinci isə hər bir hektardan 2 nöqtədən koordinatları təyin olunmaqla 2 dərinlikdən alınmış torpaq analizləri olmalıdır. Orada da müəyyən normativlər var, şoranlıqla bağlı, digər məsələlərlə bağlı. Həmin normativləri ödəyirsə, ödənməlidir ki, subsidiya alınsın. Üçüncü məsələ isə
Tinglərin sertifikatı olmalıdır və sertifikatlardan əlavə tinglərdən analizlər alınmalıdır və həmin xəstəliklərin olmaması haqqında arayış olmalıdır. Bu sənədlər kifayət edir. Təşəkkür edirəm Samir bəy. Çox gözəl və detallı şəkildə izahınız üçün. Düşünürəm ki, bizim izləyicilərimiz üçün, bağbanlar üçün bu video faydalı olacaq və bir daha sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun.